Xəbəriniz olsun, qaz tarifləri 8 növə bölünəcək. Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiyməti müəyyən edilməsi nəzərdə tutulur. Report xəbər verir ki, bu qaz təchizatı haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən həmin qiymətlər bunlardır: qazın topdan satış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qaz paylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif. Qazın paylanması tariflərindən başqa digər qiymətlər bu qanunun qüvvəyə mindiyi gündən. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən elədiyi qurum tərəfindən tənzimlənəcək.